Hər vaxtınız xeyir, xoş gördük Sportal TV izləyiciləri. Məhz kanalımızda yayımlarımız davam eləyir. Sportal A saytının təsisçisi Emin Abbasovla, redaktoru Emin Abbasovla birgə bu gün ölkə futbolundan danışacağıq. Bir daha Emin, xoş gördük. Xoş gördük. Ölkə futbolunda kifayət qədər zəngin gündəm var. Baxmayaraq ki, mövsüm bitib, klub futbolunda indi milli komanda dönəmi idi və bununla paralel olaraq klublarımızın da düşərgələrindən müxtəlif tipli xəbərlər gəlməkdədir Emin. Millidən başlayacağıq. 2 yoxlama oyunu keçirdik. Təlim məşq toplanışı Avstriyada oldu. Ayxan Abbasovun baş məşqçiliyi ilə bir qələbə, bir məğlubiyyət. Nələr gördün, nələr hiss etdin, düşüncələrin necədir bu milli və bu nəticələrlə bağlı? Bu tip oyunlarda həmişə olduğu kimi mən nəticələrə xüsusi önəm vermirəm. Bu dəfə də belə idi. Açığı nə qələbəmizə elə sevindim, nə məğlubiyyətimizə üzüldüm. Çünki mənim üçün belə oyunlarda udmaqla uduzmağın arasında olan məqamlar çox vacibdir. Futbolçular qarşısına hansı tapşırıqlar qoyulmuşdu, o tapşırıqlar necə yerinə yetirilib, nə gördük, üstünlüyümüz nədir, axsaqlığımız nədir və bütün bunlar ətrafında maraqlı nələrsə deyə bilərəm öz müşahidələrimdən. Birincisi ondan başlamaq lazımdır ki, Ayxan Abbasov düzdür daha çox yüklənir bizim hücum fazasında olan hadisələrə ki, komandamız daha çox hücum eləyirdi, yüksək temp yaxalanmışdı, çoxlu qol epizodlarına girmişdik. Xüsusən mənə elə gəlir ki, məğlubiyyətlə başa çatan Malta matçı bu baxımdan daha maraqlı alınmışdı, amma bu da bizə biraz sevindirici nüanslar vermədi. Çünki baxmayaraq ki, qol epizodlarına futbolçularımız çox girdi, amma çox da epizodlar əldən qaçırtdılar. Bugün rəqiblər FIFA reytinqində Azərbaycan millisindən aşağıda qərarlaşmış Malta və San Marino yığmalarıdır. Amma nəzərə alsaq ki, rəsmi maçlarda artıq rəqiblər daha səviyyəli, daha keyfiyyətli olacaq. Heç fakt deyil ki, bu qədər qol şansı yaxalamaq olar və bu da bir növ siqnal olmalıdır Ayxan Abbasov üçün. Özü də bu barədə danışıb ki, belə epizodlara giririksə, bunlardan yararlanmaq mütləqdir. Çünki belə rəqiblərlə, məsələn, 5-6 qol epizoduna girirsənsə, rəsmi oyunlarda 1-2, maksimum 3 şans ola ya olmaya, bunu çox ciddi biz bir siqnal kimi almalıyıq özümüz üçün ki, belə hadisələr yaşanır və necəsə futbolçularımız hücum xəttində daha diqqətli olmalıdırlar. Sıxıntılı məqam bizim üçün xüsusən mənə elə gəlir ki, komandanın müdafiə davranışında oldu. Çünki hər iki maçda Maltanın oyunda rəqib vur tut 3 dəfə ciddi hücum qurdu, 12-si qol oldu. San Marino'nun oyunda bir qol buraxdıq standart vəziyyətdən sonra və 80-ci dəqiqədə elə bir epizod oldu ki, rəqib futbolçu qapıçını təkbətək çıxdı, sadəcə bəxt üzümüzə güldü deyə top tirdən qayıtdı. Amma həmin anda da müdafiə pərən-pərən olmuşdu. Niyə biz bu tip rəqiblərdən belə oyunlarda müdafiə davranışında belə ciddi səhvlərə yol veririk? Məncə bu düşünmək üçün bir əsasdır. Ayxan Abbasov buna da çox diqqət eləməlidir, fikir verməlidir. Çünki bilirik Ayxan Abbasovun ən yaxşı tətbiq elədiyi və bildiyi sistem 3 mərkəz müdafiəçili oyun modelidir. Amma belə də məsələn Millətlər Liqasında keçəcəyimiz maçlarda heç olmasa 4-5 yaxşı stoper lazımdır ki, bu oyunları biz yola verək. Bu gün qıtlıq var. Diqqətlə baxsam digər mövqelərdə hər hansı futbolçuları rotasiya hesabına, bir-birini əvəzləmə hesabına biz o mövqeləri doldura bilirik. Amma stoper mövqeyində bizim əməlli başlı axsaqlığımız var. Çünki bax, Bədavi yaşlanıb, Bəhlul hələ nə vaxt özünə gələcək bilinmir. Düzdür, bugün məndə olan informasiya görə Qarabağda toplanışa qoşulub, komanda ilə hazırlığa başlayıb. Ümid eləyək ki, Millətlər Liqasına qədər tam optimal formasını yığar, çünki onsuz bizə çox çətin olacaq. Onun yoxluğunda Elvin Bədalov oynayır. Bu səviyyədə maçlar üçün bir o qədər də açığı o effekti verə bilmir. Çünki bu beynəlxalq səviyyəli maçlarda həm sürətlər fərqli olur, həm təzyiq fərqli olur, həm rəqibin baskıları tam fərqli olur. Ona görə Azərbaycan Premyer Liqasında oynamaq başqa bir şeydir, beynəlxalq səviyyə tam başqa. Krivasyuk düzdür, təcrübəsi daha çoxdur belə maçlarda. Onu da qovdular millidən, amma indi Ayxan Abbasov bildirib ki, yox, qaytarmaq ehtimalı var növbəti oyunlar zamanı Krivasyuku milli komandaya, həm də onunla dalaşan Abdullah Xaybullayeva. Amma biraz haşiyə çıxım, belə epizodlarda baş məşqçinin öz yanaşması var. Yəni bir tərəfdən yaxşıdır ki, baxırsan futbolçuları silmək istəmir. Başa düşür ki, futbol emosional oyundur, burada hər şey baş verə bilər. O biri tərəfdən də cəzalandırması olmaz. Çünki bugün bu futbolçulara o sərt üzünü göstərməsəydi Ayxan Abbasov, onları düşərgədən kənarlaşdırmasaydı, bəlkə sonradan başqalarını yığıb yığışdırmaq çətin olardı. Bu baxımdan məncə yerində və düzgün verilmiş qərar idi.
Və məsələn San Marino ilə oyunda digər 3 stoper meydana çıxdı. Bu Cəlal Hüseynov idi, Rahil Məmmədov idi və vuran Daşdəmirov. Yəni Rəhman Daşdəmirov o üçlüyü ilə görürsən ki, bu oyunda da boşluqlar verdik. İndi əldə olan bu 6-7 futbolçudan daha optimal, daha yaxşı formada olan üçünü yəqin ki, Litva və Liextensteynlə Millətlər Liqasındakı maçlarda artıq oynadacaq Ayxan Abbasov. Ən azından ona ümid eləyək ki, vaxta biraz var. Az da olsa bir neçə ay həm futbolçuların formaya düşməsi üçün Ayxan Abbasovun yeni gedişdə fikirləşməsi üçün əlində heç olmasa bir qədər zaman var. Amma indi bir şey var da, biz başa düşürük ki, mövsümün yorğunçuluğu var bəzi futbolçularda. Bəzi futbolçular oyun praktikası sardan əziyyət çəkir. Çünki bu mövsüm Premyer Liqada legioner limiti aradan qaldırılıb deyə yerlilərin oynamaq şansı çox olmayıb. Bunları biz bilirik, futbol mütəxəssisi kimi içindəyik. Dərk eləyirik, anlayırıq ki, bu birdən-birə milli komanda gəlib belə zəifləməyib ki, San Marino və ya Malta kimi komandalardan belə maçlarda əziyyət çəkirlər. Bu illər boyu bir gedən prosesin futbolda olan zəifləmənin nəticəsidir. Amma nə olursa olsun, əgər Ayxan Abbasov milli komandanın baş məşqçisi və AFFA rəhbərliyi bu quruma məsul adamlardırsa, azarkeşlər artıq boğaza yığılıb xoşu gəlməz nəticələrdən və Millətlər Liqasında ən azı D liqasının qalibi olmasını gözləyirlər. Azərbaycan yığmasından bu olmasa böyük tənqidlərlə özləşəcəklər. Bunu Ayxan Abbasov da yaxşı başa düşür. Bunu AFFA rəhbərliyi də çox yaxşı bilir. Amma dediyim kimi, hələ ki bax bu toplanışla götürsək, bir işartı mən görmədim. Bunun yenə dediyim kimi öz səbəbləri var. Başa düşürük, anlayırıq, amma ən azından Millətlər Liqasına qədər bir komanda silkələnməlidir, komanda ayılmalıdır. Ümid eləyək ki, bəzi futbolçularımızın klub karyerası yaxşı alınar. İndi bəxtdən də elə bir durum gətirib ki, yəni hücum xəttində Mahir Əmrəli özünü tapa bilmir heç yerdə, Rinat Dadaşov düzəməlli oynamadı. Nəriman indi gedib xaricə, indi o da asta-asta orada uyğunlaşmalıdır, adaptasiya olmalıdır. Musa Qarbanlı zədə səbəbindən kənarda qaldı. Yəni bu kimi bir çox futbolçunun adını çəkmək olar ki, Elvin Cəfərquliyev xeyli vaxtı da, bir aydan çoxdur oynamır Qarabağda. O da baxırsan ki, öz əvvəlki formasından çox düşüb və sar və ilaxır. Yəni bu problemlər aradan qaldırılmalıdır ki, milli komanda Millətlər Liqasında yaxşı nəticələr qazansın. Əks halda bizi yaxşı gələcək gözləmir. Milli ilə bağlı indi hələlik məncə deyiləcək hər şeyi Emin qeyd etdin. Futbol hadisələri çoxdur danışacağımız, amma bir həyat hadisəsi, həyat məsələsi də var. Bu günlərdə futbol adına bir itki yaşandı. Ölkə futbolunda özünə məxsus izi olan və tanınmış klub prezidenti, sabiq klub prezidenti Sadıq Sadıqovun vəfatı xəbərini gördük, dünyasını dəyişdi. Fəaliyyəti ilə bağlı və ümumi indi artıq dünyadan köçüb, necə xatırlayırsan, işin futbol tərəfindən təəssüratların və bu məsələyə ümumi bir fikrini alım. İlk növbədə Allah rəhmət eləsin demək istəyirəm və Sadıq Sadıqov dünyasını dəyişən andan Neftçinin müxtəlif azarkeş səhifələrində onunla bağlı paylaşımlar olunurdu və Neftçinin əfsanəvi prezidenti ifadəsi tez-tez işlədilir və mən indi çox yaxşı xatırlayıram Sadıq Sadıqovun Neftçiyə təzə gəldiyi vaxtları. Ona qədər klubun prezidenti Əkbər Hacıyev idi və onun rəhbərliyi dönəmində Neftçi çox pis günlər keçirirdi. 2008-2009 mövsümündə Alman mütəxəssis Hans-Jürgen Gedeni gətirmişdilər Neftçiyə baş məşqçi kimi və bu adam sanki Neftçini qurmağa yox, dağıtmağa gəlmişdi. Çünki onun gəlişindən sonra Neftçinin bir çox aparıcı futbolçusu komandadan göndərildi. Bu siyahıya Adamyan adını deyə bilərik, Rəşad Sadıqov, Rəşad Sadiqov, Elnur Allahaverdiyev və başqaları yola salındı. Yaxşı bir heyət dağıdıldı və bunun nəticəsi olaraq heç bir il işləyə bilmədi o gedi. Onu da Neftçidən çıxartdılar. Sonra əgər səhv xatırlamamsa Vaqif Sadıqov gəldi baş məşqçi postuna, amma heç cür Neftçi düzəlmirdi və bütün bu qarışıqlıq fonunda bir də xəbər yayıldı ki, Neftçiyə Sadıq Sadıqov prezident təyin olunub. Neftçinin çətin dönəmləri idi və Sadıq Sadıqovun təyinatından əvvəl də bir neçə ay əvvəl idi, vitse-prezident postuna Tarih Süleymanov gətirilmişdi. O vaxt açığı çoxları düşünürdü ki, Sadıq Sadıqov gəlib tamamilə heyəti dəyişəcək, idarə heyətini və bəlkə də Tarih Süleymanovu da işindən uzaqlaşdırar, amma biz tam tərsini gördük. Ümumiyyətlə yaxşı rəhbər nə deməkdir? Gəlib bütün postlarda yaxşı təyinatlar eləyən adamdır
və Sadıq Sadıqov gələndən sonra Tahir Süleymanovun səlahiyyətləri daha da artırıldı. Çünki bir futbol adamı kimi Tahir müəllim o prosesi daha dərindən yaxşı bilirdi. Məsələn, Bəxtiyar Musayev ölkənin ən yaxşı skautlarından biri olan mütəxəssis Xəzər Lənkərandan çıxmışdı, onu Neftçiyə gətirdi. Bundan başqa orada məşqçilər korpusunda Arif Əsədov və onun yanında təcrübəli adamlar iş başında oldu. Mətbuat işini rəhmətli Elnur Həşifoğluya tapşırdı. Yəni hər işin peşəkarını gətirdi komandaya və yadımdadır ki, Neftçinin ilk çempionluğundan sonra o kubok onlara təqdim olunanda stadionda elə o vaxt mən Sadıq Sadıqova yaxınlaşdım, bir kiçik müsahibə aldım ondan ayaqüstü. Elə müsahibədən sonra da danışığında mənə özü də deyirdi ki, Emin, bu çempionluq mənim üçün çox vacib idi. Çünki elə bir vaxta gəlmişdim ki, Neftçi azarkeşləri məyus idi, heç nə alınmırdı, komanda iddiasını itirmişdi, sanki əzəmətini itirə-itirə gedirdi və belə bir adamın təyinatı qısa zamanda toparladı komandanı. Yaxşı transferlər elədilər, yaxşı bir iş gördülər və nəticəsi olaraq çempionluğu bayram elədilər. Ardınca daha 2 çempionluq gəldi. Bəlkə bundan daha da samballı olan Avropa Liqasında bir Azərbaycan klubunun ilk dəfə qruplara düşməsi idi ki, bunu da bacarmışdılar. Və bu minvalla gedə-gedə bir 10 il əvvəl 2014-2015-ci illərdə Sadıq Sadıqovu Neftçidən çıxartdılar. Əslində orada Neftçidə idarə etmə üsulunu dəyişdirdilər. O vaxtki baş katib Elxan Məmmədovun təşəbbüsü ilə Azərbaycan futbol klublarına müşahidə şurası modeli gətirildi ki, mən başdan da bu modeli uğursuz sayırdım. Mən həmişə qeyd edirəm, Valeri Labanovskinin çox gözəl bir fikri var ki, kollektiv məsuliyyət olmur, kollektiv məsuliyyətsizlik olur və təsəvvür eləyin, əvvəl Neftçinin prezidenti Sadıq Sadıqov idi. Hamı bilirdi ki, bu işin başında kimdir, sabah kimdən soruşmaq lazımdır uğursuzluq olanda, amma müşahidə şurası olanda sanki bu məsuliyyət bir kollektiv məsuliyyət halına alırdı ki, dediyim kimi bu da bir uğurlu model deyildi. Amma niyə söhbətlər oraya yerə qədər gedib çıxmışdı, onu da demək lazımdır. Bax, həddindən artıq çox dava-dalaşlar var idi Azərbaycan futbolunda o vaxtlar. Qalmaqallı çətin dönəmləri idi və bir nüans da var. Bax, bunu çox adam diqqətindən qaçırır. Sadıq Sadıqov uzun illər idmanın içində olan adam olub, amma daha çox döyüş idman növləri ilə bağlıdır. Deyəsən, müxtəlif idman cəmiyyətlərin rəhbəri kimi işləyib. Klubun rəsmilərindən olan Güloğlan Cabbarov bilirik ki, məşhur idmançıdır, kickboksçu olub, indi də federasiyaların birində vitse-prezidentdir, müxtəlif döyüş növləri üzrə federasiyalar çalışıb. Yəni bu adamların daha çox o bilgisi, daha çox psixologiyası döyüş idman növləri ilə bağlı idi və o döyüş idman növlərinin də reallığı bu idi ki, məsələn, boks ringində dəfələrlə döyüş bitəndən sonra davalar görmüşük, güləşdə eynihala şahidlik eləmişik. Yəni orada hər hansı bir dava-dalaşın olması çox adi bir hal idi və dalaşırdılar, barışırdılar. Ortalıqda elə bir hadisə qalmırdı. Futbolda biraz o proses fərqli işləyirdi və o dava-dalaşların nəticəsində bilinirdi ki, Sadıq Sadıqovu futbolda görmək istəməyən qüvvələr müəyyən materiallar toplayacaqlar və istənilən halda onun futboldan getməsinə nail olacaqlar. Belə də oldu. İndi bunu tam dəqiqliklə deyə bilmərəm, amma bildiyimiz, anladığımız qədərilə o İlxan Məmmədovun dəstəsi bütün bu faktları toplayaraq o vaxt Sadıq Sadıqovun əleyhinə bunu lazımınca yararlana bilmişlər və bu o an olmuşdu ki, artıq Sadıq Sadıqov və onun o idarə etmə komandası futbolda nəbzi tutmuşdular. Artıq işlər rəvan gedirdi, artıq hər şeyin nə cür görülməsini bilirdilər. Tək futbol meydanında yox, futbol meydanından kənar da bütün işlərini, rəvan səhmanını qurmuşdular. O zaman bir dəyişikliyə getdilər. Adını qoydular ki, klubda idarə etmə strukturu dəyişdirilir və odur budur Neftçi necə dağıdıldısa o vaxt 10 ildən çox vaxt keçib elə indi də Neftçini düzəldə bilmirlər. Yəni çempionluqları sıralayan Neftçi Avrokuboklara düşür, sevinir. Təsəvvür edin də hardan hara. Amma hər halda illər keçsə də Neftçi azarkeşləri həmişə Sadıq Sadıqovu bir xoş xatirə ilə anırlar və böyük əksəriyyət üzüntüsünü, böyük əksəriyyət o pərişanlığını gizlətmir. Bu gün də yazırlar ki, Neftçinin belə bir əfsanəvi prezidenti var idi. Allah rəhmət eləsin bunu deyə yalnız. Qaydaq futbol hadisələrinə Emin, hansı ki, həm gündəmdir, indi deyəcəyim mövzu əslində gündəmdən çox bir narahatlıqdır, bir məyus edici məqamda Turan Tovuz işi, artıq belə bir ad verə bilərik buna. Bu günlərdə qərar açıqlanacaq. Elə mən bu gün Sportal Az saytında da o detalları oxudum, müəyyən bir məlumatlar var idi.
Çox sirli, çox sehirli, biraz qarışıq, biraz məyus edici vəziyyətdir. Bu mövzu ilə bağlı fikirlərin də maraqlıdır və bilmirəm hardan başlayaq, hardan bitirək. Yəni sonluğu necə gözləyirsən və ümumi prosesə baxışın necədir? Birincisi onu deyim ki, bu məsələ mənə tapmaca kimi gəlir. Çünki bax, açıq deyək də, indi AFFA rəhbərliyi deyir ki, 2019-cu ildə belə bir qərar olub. Turan Tovuzun o vaxtki Müşahidə Şurasının sədri Oqtay Abdullayev deyir ki, bizə heç bir bildiriş, heç bir məktub, heç bir məlumat verilməyib. Amma indi maraqlı odur ki, baxın da indi AFFA böyük bir qurumdur. Olsun başqa bir qurum. Yəni hər hansı bir hadisə baş versə və o ictimailəşməsə belə, ən azı o işçilər arasında müəyyən söhbətlər olur. Məişət səviyyəsində elə bir söhbət yayılır. İndi mən 20 ildən çoxdur futbolun içindəyəm. 2019-cu ildə, yəni 30 il əvvəl deyil də, 5-6 il əvvəl yaşanmış bir hadisədir. Mən belə bir şey eşitməmişəm. Heç kimin dilindən də o vaxt belə bir fikir çıxmayıb ki, Turan Tovuz və ya başqa klubumuz Avrokuboklarda çıxışdan kənarlaşdırılıb. Belə bir şey yoxdur. Var idisə niyə kluba bildirməyiblər? Bu özü maraqlı bir nüansdır. İkincisi bu Elxan Məmmədovun dövründə baş verib, amma Elxan Məmmədovun dövründə də çalışan Sərxan Hacı bu gün AFFA-nın icraçı vitse-prezidentidir. Onun müavini Orxan bəy də o vaxtlar işləyib. Ondan başqa Elçin Məmmədov lisenziyalaşdırma şöbəsinin rəhbəri olub, həmin an yox, amma ümumən o dövrlərdə olub. Seymur Səlimli və başqaları. Yəni Elxan Məmmədovun komandasından qalan çox adam var. Və necə olur ki, onlar bu gün heç biri cavab verə bilmirlər ki, bu hadisə necə baş verib? Yəni Elxan Məmmədov tək başına bunu eləyə bilməzdi. Elxan Məmmədovun özü bununla bağlı çıxıb bir cavab vermir ki, bu adam özü bu gün FIFA-da məsul vəzifə daşıyır, köməyə də dəyə bilərdi yəqin, amma deyib ki, bu UEFA ilə bağlı məsələdir, qarışa bilmirəm. Amma hamısı söz-söhbətdir. Bax, ən böyük problem ondadır ki, nə klub tərəfindən, nə də federasiya tərəfindən dolğun məlumatlar verilmir. Elə bir ümumi bir paylaşım olub ki, 2019-cu ildə belə bir hadisə olub. 7 futbolçu danışılmış oyunlara görə futboldan uzaqlaşdırılıb. Hansısa belə bir UEFA-nın qərarı olub və bu qədər. Amma detallar açıqlanmır. Ona görə biraz biz də çətinlik çəkirik ki, vəziyyəti düzgün dəyərləndirməyə. Amma mənə bax ekskluziv məlumatlar gəlib. Bunu Sportlas saytında da paylaşmışıq. Turan Tovuz bir İspan vəkil tutub. Jose Vandelar. Bu adam bir neçə il əvvəl oxşar situasiya ilə üzləşən Osasuna klubu işində qələbə qazanıb və klub haqlı çıxıb. Amma bunun üçün müəyyən hüquqi prosedurlar var ki, bugün Turan Tovuz bunu həyata keçirməyə də çətinlik çəkir. Düzdür, burada vaxtın sıxmağı da önəmli bir məsələdir. Nədən ibarətdir? Bunu da detallı bildirim ki, yəqin bizi Tovuzlu azarkeşlər də izləyir. Onlar da gedişata az-çox bələd olsunlar. 2019-cu ildə bu hadisələr yaşananda klubun o vaxtki icraçı direktor Nadir Nəbiyev AFFA-ya müraciət edib ki, bəzi futbolçulardan şübhələrimiz var, xahiş edirik ki, araşdırılsın. Bu məktub lazımdır ilk növbədə ki, bax belə bir məktub o vaxt ünvanlanıb. Məktub yoxdur deyilənə görə. AFFA deyir bizim arxivimizdə belə bir məktub görünmür. İkinci məsələ ondadır ki, bu Osasuna işini qeyd elədin və bu Jose Valderon kifayət qədər tanınmış adamdır. Məsələn, Xviça Kvaratskhelia-nın PSG keçidində iştirak etmiş hüquqşünaslardan biridir. Yəni kifayət qədər tanınır öz sahəsində. O Osasuna işində də oxşar hadisələr cərəyan edib. Yəni klub rəhbərliyi dəyişib, başqa adamlar gəlib. Məhz o faktlarla, o faktlar əsasında qələbə qazana bilib Osasuna işində. İndi Turan Tovuzda da oxşar bir durumdur. Yəni Ehtiram Quliyevin o vaxtki Turan Tovuz rəhbərliyinə heç bir adiyyəti yoxdur. Düz indi biz deyirik Oqtay Abdullayev də bu gün klubda çalışır, amma daha çox formal fəaliyyəti vardı, amma iş başında Ehtiram Quliyev və onun komandasıdır. Bu barədə də federasiya hansısa bir zəmanət məktubu verməlidir mən anladığım qədərilə ki, Ehtiram Quliyev indiki rəhbərlik o vaxtlar klubda fəaliyyət göstərməyib. Bu da bir sənəddir. Bundan başqa bir 4-5 sənəd var ki, onların hamısını yığmaq lazımdır. Yığmaq alınmır. Səbəbi nədir mən də dəqiq bilmirəm. Yəni nə çətinliyi var ki, 1-2-3 gün içində o sənədləri yığıb təhvil vermək hakimə, o da birbaşa olaraq kassa bununla bağlı müraciət eləməlidir. Çünki vaxt sıxır, bir neçə gündən sonra püşkatmadır. Qərarı çıxartmalıdır indi KAS, amma dediyim kimi müəyyən sıxıntılar var. Gözləyə görə nə olacaq? Bu bir dərsdir digər klublarımız üçün də. Heç bir quruma, heç kimə, heç nəyə güman etmək olmaz. Hər hansı bir klub rəhbərliyi gəlib hansı işin başına keçirsə, dünənki günləri varaqlamalıdırlar, baxmalıdırlar ki, orada nə baş verib, nə olub, necə olub. Amma federasiya adına da xoş bir şey deyil. Çünki federasiyanın birbaşa məsuliyyəti klubların fəaliyyətinə dəstək verməkdir.
Yəni bu gün federasiya özü də bu prosesdə mənə elə gəlir ki, çox fəal iştirak eləməli idi. Həmin məktublar varsa üzə çıxarılmalı idi, hansı sənəd dəstəyi varsa edilməli idi, amma bu gün federasiyada mənə elə gəlir ki, sanki çəkilib qıraqda dayanıb, qarışmaq istəmir kimi görünür. Klub rəhbərliyi özü gəlib araşdırmayıb, amma yenə də tapmacadır. Yəni bu qədər təsadüflər ola bilərmi ki, o vaxt AFF-ya belə bir bildiriş gəlib, AFF kluba deməyib, heç kim AFF-da bu barədə məlumatlı olmayıb. Köhnə komandadan xeyli sayda qalan adamlar var, onlar da bir söz demirlər. Federasiya özü bununla bağlı bir mövqe paylaşmır. Yəni nətər olacaq, necə olacaq bu biraz çətin məsələdir və bir də bu məsələlərdə açığı tək bu yox, bununla bağlı məsələlərdə Ehtiram Quliyevin biraz yanaşması açığı mənə biraz dolğun gəlmir. Niyə? Bu milyonçu adamdır. Bu gün biraz kənardan elə bir təəssürat oyanır ki, Ehtiram Quliyev sanki AFF-ya gedir hər dəfə belə minnətçi düşür ki, bu belədir, bu belədir. Bu gün Ehtiram Quliyevə gərək AFF olsun və ya futbolla bağlı digər qurumlar olsun, bir təşəkkür eləsinlər, daim ona dəstək olsunlar. Lazımsa görüşlərinə gəlsinlər ki, bu boyda işlər görsən. Yəni ikinci bu cür yanaşmada olan mən bir iş adamını və kiçik iş adamı deməyə, yəni düzdür holdinqdir, amma belə deyək də indi mən bəlkə səhv paralellər apararam, deyəmərəm, amma Azərsun Holding kimi böyük bir şirkət kimi gəlmir də mənə Hünər Qrup. Yəni onun da düzdür böyük işləri var, amma maliyyə masştabı olmaya bilər, açıq deyək də. Yəni bu gün bir iş adamıdır, bəli, bir qrupun rəhbəridir. Götürüb klubu, pul buraxır, infrastruktur bu. Mən bir kluba baxıramsa, əsas mənim fikrim, yanaşmam odur ki, burada akademiya, infrastruktur, peşəkar iş qurulmalıdır və s. və axır. Bunlar da şükür Allaha görülür. Qalıb burada münasibətlərin tənzimləməsi. Burada da o Ehtiram Quliyevin türklər demişkən biraz alçaq könüllü olması məncə müəyyən mənada ona problemlər yaradır. Çünki o sadəliyini göstərir. Amma təəssüf ki, futbol ortamı bəzən sadəliyi belə insanlara bağışlamır. Və görürsən ki, onunla hesablaşmaq əvəzinə sanki adiləşmiş kimi görürlər onu. Bax, bu yöndə məncə adam biraz ağırlığını qoymağı öyrənməlidir deməyək biraz dəqiq ifadə olmaz. Ən azı gerçələşdirməlidirsə daha doğru olar. Premyer Liqa klublarından daha biri bu mövsüm yüksələn yarışa Şəfa. Məncə bu gün mövzularımızdan biri olmalıdır. Yəni bir mövzu eləyə bilərik bu klubu. Yarışa gəlirlər, yeni mövsüm artıq Premyer Liqadadılar, amma o qədər də xoş gəlmirlər deyə bilərik. Çünki kifayət qədər söz söhbətlərlə, kifayət qədər qəliz mövzularla gündəmdədirlər və həm işləri çətindir, həm də sanki gördükləri işlərdə bir yəni yeni qurulan klubdur falan da, yəni elə o statusdadılar. Yəni söz-söhbətlər çoxdur, belə deyək. Bax, bilirsən ki, mən 1-ci liqa klubunda çalışmışam, icraçı direktor olmuşam, çempionluq yaşamışıq. Yəni oralar barədə də məlumatım var, amma mənim yanaşmam belədir ki, 1-ci liqada, 2-ci liqada nə olubsa o kitabı qatlayıb təzə səhifədən başlamaq lazım olur Premyer Liqada. Çünki Premyer Liqa ilə aşağı liqalar arasında bir uçurum var. Peşəkarlıq baxımından, burada iş qurmaq baxımından xeyli fərqlər var və Şəfa üçün təbii ki, çətin olacaq. Yəni Şəfa elə bil ki, burada ağ vərəqdən başlayır. İndi başlanğıc fazasında söz-söhbət də olacaq, çətinliklər də olacaq, uğursuzluqlar da olacaq. Bunun hamısına normal yanaşmaq lazımdır. Və bu gün bilirik ki, indi Şəfada vitse-prezident vəzifəsinə Əfran İsmailov gətirilib, idman direktoru Nadir Nəbiyev kimi bir futbol adamıdır və ən çox müzakirə olunan məsələlərdən biri 1-ci liqada çempion olan İlgiz Kərəmlinin başqa bir mütəxəssislə əvəzlənməsi oldu. Bax, mənim bu məsələyə öz yanaşmam var. Birincisi, açığı 1-ci liqada mövsüm başlayanda da adi gözlə heyətləri gözdən keçirib, biraz maliyyə vəziyyətini araşdırıb bilirdim ki, ya Şəfadır, ya Səbaildir. Nəticədə elə alındı ki, Mingəçevir getdi play-off maçda, amma Şəfa çempionluğunu rahatlıqla bayram elədi. Çünki 1-ci liqanın fəlsəfəsi bu baxımdan sadədir. Kim daha yaxşı heyət yığırsa, kimdə daha bahalı futbolçular çoxdursa, o digərlərindən bir addım öndədir. Mən İlgiz Kərəmlinin əziyyətini yerə vurmaq istəmirəm. Çünki bir yerdə hansısa bir uğurlu nəticə varsa, burada baş məşqçinin əməyi danılmazdır. Hətta nə qədər yaxşı futbolçuları da yığsan da, bunları yaxşı idarə edən bir mütəxəssisə ehtiyac var. Amma bugün bizim bəzi həmkarlar da məsələyə belə yanaşırlar ki, yəni olmazdımı ki, Elgiz Kərəmliyə 5-6 tur vaxt versinlər, oynasın, alınmaz, dəyişsinlər. Bu doğru yanaşma deyil. Futbolda bu cür yanaşma işləmir. Bunu Əfran İsmailov çox gözəl bilir, Nadir Nəbiyev də. Niyə? Çünki təsəvvür eləyin Elgiz Kərəmli
gəlib öz futbol baxışına uyğun legionerlər transfer eləyir, futbolçular götürür, hazırlığı öz bildiyi kimi keçir. 5-6 turdan sonra uğursuzluq olur, onu dəyişirlər. Başqa bir baş məşqçi gəlir, o futbolçuları bəyənmir, başqa cür hazırlıq planı tərtib eləyir və sair və ilaxır mövsümün ən azı birinci yarısı itmiş olur və məsələn Karvan Yevlaxda Füzuli Məmmədov gələndə hansı problem çıxmışdı? Mövsüm ərzində bilirsən cəmi 30 futbolçu sifariş ərizəsinə daxil eləmək olar. O gələndə artıq 27 nəfər daxil edilmişdi. Heç adama oyunçu əlavə eləmək üçün bir şans qoymamışlar. Yəni bu çox təhlükəli tendensiyadır. Hə, o mümkün idi ki, Şəfər rəhbərliyi göz önünə alar, deyər ki, biz bu mövsümü Elgiz Kərəmli ilə gedirik. Yaxşıdır, pisdir, düzdür, səhvdir, amma biz bu məşqçi ilə gedirik. O baxışla getmək olar. 5-6 tur baxışla bu yola çıxmaq doğru deyil. İndi sual yarana bilər ki, niyə Elgiz Kərəmli yox, onun yerinə Zaur Həşimov baş məşqçi gətirilib? Burada da indi mən şəxsi fikrimi deyirəm. Yəqin ki, elə bunu düşünərək də qərar verib Şəfa rəhbərliyi. Elgiz Kərəmli İnanıram ki, futbolda öz layiqli yerini tutacaq. Üzərində çalışan adamdır, məlumat yığmışam, işləyən mütəxəssisdir və şəxsən mənim çox xoşuma gəlir ki, iddialı layihədə iştirak eləmək istəyir, belə bir təklif gözləyir. Bu da onun haqqıdır. Amma məsələn rəhbərlik, Şəfanın başında duran adamlar təhlil edirlər ki, Elgiz Kərəmlinin Premyer Liqada təcrübəsi yoxdur. Heç vaxt bu səviyyədə çalışmayıb. Hə, Zaur Həşimov adam 2019-2020 mövsümündə, mövsümün gedişində Zirənin baş məşqçi postunda Samir Abbasovu əvəzləmişdi və bir komandanı yarımçıq götürməyin çətinliyi nədir? Bunu hamı bilir futbolun içində. Həmin mövsümün yekunlarına görə yalnız şəxsi göstəricilərə görə Sumqayıtdan geri qalıb eyni xalla Avrokuboklara gedə bilməmişdi. Çünki pandemiya səbəbindən mövsüm yarımçıq dayandırılmışdı. Kubokda da yarımfinala qədər getmişdilər və yarımfinalda həmin dövrdə Premyer Liqanın sonuncusu olan Qəbələ idi rəqib. Hətta onları belə udub finala qədər adlaya bilərdilər. Sadəcə mövsümün tamamında orada da indi Zirə rəhbərliyinin belə qərarı oldu ki, Rəşad Sadıqov futbolçu karyerasını başa vurub gəldi Zirənin baş məşqçisi oldu. Zaur Həşimov həmin klubda direktor vəzifəsində çalışdı. Buna qədər Zaur Həşimov Qəbələdə köməkçi məşqçi işləyib. Müxtəlif vaxtlarda Zirənin əvəzedici komandasına rəhbərlik eləyib, koordinator kimi çalışıb. Yəni futbolda təcrübəsi daha böyükdür və Premyer Liqanın nə olduğunu görüb, bütün bunları təhlil edib, götür-qoy eləyib belə bir təyinat gerçəkləşdiriblər. Doğru təyinatdımı, səhv təyinatdımı zaman göstərər. Şəxsən mən Zaur Həşimovun o biliklərinə tanıdığım üçün inanıram. Düşünürəm ki, və onun qarşısına qoyulan tapşırıq da budur ki, ilk növbədə komandanı birinci mövsüm Premyer Liqada yerini qorumasını təmin etmək lazımdır. Mənə elə gəlir ki, bunu bacaracaq mütəxəssislərdəndir. Təbii ki, zamanın öhdəsindən buraxaq, amma Şəfa ilə bağlı mənə xoş gələn məsələ budur ki, Şəfa bu işə elə bil ki, əlini qolunu çırmalayıb başlamaq istəyir. Məndə dəqiq olan məlumatlara görə artıq torpaq sahəsi gözaltı eləyiblər. Yaxın vaxtlarda o torpaq sahəsinin alışı həyata keçiriləcək. Orada bir neçə məşq meydançası, böyük bir stadion tikib, bundan sonra özlərinin stadionu, akademiyası, məşq meydançaları ilə davam etmək istəyir. Bu çox gözəl fikirdir. Çünki birinci mövsüm əldə olan pulu tək komandaya buraxıb Avrokuboklarında mübarizə aparan komanda qurmaq yox, əvəzində köklü infrastrukturlu bir klub ərsəyə gətirməyə hədəfləyiblər. Bu çox yaxşı baxış, nəzər bucağıdır. Belə klublarımızın çox olmasını istərdim. Çünki Azərbaycanda elə klublar var ki, baxırsan adı var, adından başqa heç nə yoxdur. Pul var, pulu buraxıblar komandaya, oyunçulara, gələn mövsüm pul yoxdur, heç nə yoxdur. Amma bunun bir əks yaxşı nümunəsi Qəbələdir. İnfrastrukturları var, nə qədər büdcə düşsə də olmasa da yenə də bir akademiyaları, yenə də bir komandaları, yenə də infrastrukturları, hətta onu başqa klublara zaman-zaman yeri gələndə icarəyə də verib oradan da pul qazana bilirlər. Bu çox yaxşı nümunədir. Ona görə uğurlar arzulayaq, gedişata baxaq. Məncə Şəfa kimi ciddi, köklü, gələcəyə hesablanmış proyektlərin çox olması Azərbaycan futbolu üçün üstünlükdür. Azərbaycan futbolunda olmasını istədiyimiz, futbolumuzun üstünlüyünü artıran daha bir klub Kəpəz. Mən bu gün də düşünürəm ki, bu klub mövzusu olmalıdır. Gəncədə stadion hazırdır. Artıq uzun illərdir ki, bu komanda son anda Premyer Liqada qalmağı bacarır və s. Və bu stadionun da hazır olmasından sonra insanda istər-istəməz bir təəssürat yaranır ki, bəlkə daha iddialı Kəpəz görərik. Amma indi yenidən rəhbər dəyişikliyi gündəmdədir. Kəpəzlə bağlı o qədər hadisələrdə tez-tez dəyişikliklər olur ki, adam heç bilmir bu mövzuya hardan başlasın, hardan bitirsin. Elə bil ənənə halını alıb hər mövsüm əvvəlində bir baş məşqçi komandanı Premyer Liqaya daşıyır, başlayır oynamağa, sonradan istefaya göndərilir, bir başqa məşqçi gəlir, komandanı Premyer Liqada saxlayır.
Təzədən o da istefaya gedir, başqa məşqçi gəlir, onda alınmır, təzədən biri qayıdır. Yəni çox qarışıq bir sistem və durumdur. Və rəhbərliklə bağlı da ötən mövsüm bilirik ki, dəyişiklik oldu, yeni adamlar gəldi. İndi məndə də dəqiq məlumat var ki, mövsüm bitib qısa zaman kəsiyində yenidən rəhbər dəyişikliyinə gedir Kəpəz. Tam başqa adamlar götürəcəklər Kəpəzi. Hətta adamın adı da mətbuatda hallanıb, Azərlatriyada çalışmış bir adamdır. O prezident gəlir. İndi prezident gələcəyə vəzifənin adı nə olacaq bilmirəm, amma rəhbər olaraq belə bir adam gələcək. Yəni sıfırdan başlayacaqlar bu işi qurmağa. İndi Azər Bağırov komandanı bu mövsüm çətinlik də olsa Premyer Liqdə saxladan bilir ki, Şamaxı ilə anlaşdı, Şamaxıya getdi. Və indi kim gələcək? Hər şey yenidən başlamaq lazım olacaq. Bilirik ki, indi yeni mövsümdən Kəpəz artıq öz möhtəşəm stadionda çıxış eləyəcək. Gəncəli azarkeşlər qarşısında bunda məsuliyyəti, bunda ağırlığı tam başqadır. Və nə cür olacaq, necə olacaq? Niyə bu Kəpəzdə sabit bir rəhbərlik, sabit bir idarə etmə mexanizmi, sabit bir proses həyata keçirə bilmirlər? Bunu anlamaq çətindir. Və qısaca onu deyim ki, Kəpəz futbol klubunda sözün bütün mənalarında sabitlik olmayana qədər hansısa yaxşı nəticələrdən, hansısa yaxşı gələcəkdən danışmaq yersizdir. İlk növbədə sabitlik gəlməlidir. Bir 3 il, 5 il hansısa bir eyni rəhbərlik, bir eyni baş məşqçi əsasda işləyib komandanı bir yerlərə gətirməlidir. Bu cür yanaşma ilə bunun sonu elə rahat və yaxşı görünmür. Ölkə futbolundan danışırıqsa, təbii ki, azarkeşlərin çox düşündürən məsələ Qarabağdır. Hər nə qədər bu il Çempionlar Liqasında oynamasalar da, məncə bu komandada baş verən hər proses, hər detal, xırdalıq izləyicilərimizə maraqlıdır. Bu yay Qarabağda nələr baş verir? Tural Bayramov da ayrıldı. Elvin Cəfərquliyev demək olar ki, göndərilir. Nəriman Axundzadə bu yerli futbolçularla bağlı məsələdir. Ümumiyyətlə Qarabağ böyük dəyişikliklərin astanasındadır deyə bilərikmi səncə? Qarabağda hər addım hadisədir. Bu klubun izləyiciləri, azarkeşləri Azərbaycanda həddindən artıq çoxdur. Ona görə də hər addımı diqqətlə izlənilir. 2009-2010-cu illəri mən yaxşı xatırlayıram. O vaxt Qurban Qurbanovlu Qarabağ Avropa Liqasında Rustenburqu məğlub eləyərək play-offa qədər irəliləyə bilmişdi ki, Azərbaycan futbolu üçün o vaxt belə nəticələr çox möhtəşəm idi. Amma heyət başdan başa yerli futbolçulardan ibarətdir. Yalnız Admir Teli var idi əcnəbilərdən. Hətta özümə də biraz qəribə gəldi və bu detalı, bu informasiyanı yoxlamaq üçün Qarabağın o vaxtki mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladım ki, Nurlan, dəqiq bir nəfər Teli oldu. Dedi, bəli, Teli var idi. Gələn mövsümdə Ansi Agoli gəldi. Yəni yerlilərlə Qurban Qurbanov bir yerə qədər bu komandanı daşıdı. Çünki Rustenburg ilindən sonrakı mövsümdə xatırlayırıq. Wisla ilə möhtəşəm maçlar var idi. Orada da Azərbaycanlı futbolçular çox gözəl oyun sərgiləyirdilər. Orada da play-offa qədər irəliləyə bildi Qarabağ. Amma zaman keçdikcə Qurban Qurbanov başa düşdü ki, Avrokuboklarda yalnız yerlilərlə, əksəri yerli olan futbolçulardan ibarət komanda ilə nəticələr qazanmaq çox çətindir. Çünki futbol industriyasında hər şey daha fərqlidir və Qarabağla üz-üzə gələn klubların əksəriyyəti də əcnəbilərdən təşkil olunmuş komandalar olur və başladı öz futbol baxışına uyğun olaraq əcnəbiləri gətirməyə, dəvət eləməyə. Bununla paralel amma cavanlar da yetişməyə başladı. Qaraqarayev bilirik, sonrakı illərdə çox yaxşı bir futbol sərgiləyərək komandanın əvəzsiz simalarından birinə çevrildi və başqa futbolçular. Son nəsil olaraq bu Elvingil idi. Elvin Cəfərquliyev, Tural Bayramov, Musa Özü olsun, Nəriman Axundzadə və başqalarını komandaya gətirib və Avrokuboklarda bu futbolçular bilirik ki, ön planda da olurdular, oynayırdılar, diqqət çəkirdilər. Amma bax belə bir şey var Azər. Məsələn, sənin deyək ki, su içdiyin fincanın bir tutumu var. Düzdürmü? Biz ora 1 litr də su töksək, o qab saxlamayacaq da. Yəni nə qədər tutumu varsa tutacaq, qalanı axıb gedəcək. Bax, futbolçu da belədir. Elə bil ki, onun bir istedad tutumu var. Məşqçi nə qədər ora o suyu tökürsə töksün, o saxlamayacaq da, dağılıb gedəcək. Yəni bu gün baxdı ki, hər nə qədər bu adam bunlara yatırım eləsə də, nə qədər bu adamlara o öz bacarığını aşılmağa çalışsa da, hərəsinin bir tutumu var da. Nəriman Axundzadə bundan o tərəfə Qarabağda inkişaf eləməyəcək. Tural həmçinin. Elvin kimi futbolçularda biraz bu proses fərqli işləyir. Çünki məsələn futbolçu var ki, tutumu bu qədərdir. Amma bu qədər suyu götürür, qalanını istəmir. Yəni heç özü də qəbul eləməyə də maraqlı deyil. Və hər halda Qurban Qurbanov mənə elə gəlir ki, elə bir qənaətə vardı ki, yerli futbolçuları artıq dəyişmək zamanı çatıb. Yəni bilirsən,
bir tərəfdən baxırıq deyirik ki, yerli futbolçular oynayır, amma Qurban Qurbanov o adamların yerinə çox rahatlıqla legioner tapıb gətirib Avrokuboklarda daha yaxşı nəticə göstərə bilər. Futbolumuz naminə, futbolumuz üçün bu uşaqları çox oynatdı. İndi eləsi var zamanı çatıb xaricə getməlidir. Eləsi var baxır ki, yox. İndi Elvin Cəfərquliyev mən indi o qədər də yaxından tanımıram, amma deyirlər ki, rejimə riayət edən futbolçulardan deyil. Gör indi o Qurban Qurbanov kimi adama nə qədər onun o davranışları pis təsir edib ki, onu komandadan göndərir. Çünki bilirik Qurban Qurbanov üçün hər şey o futbol klubu ev kimi bir şeydə qapalı saxlayır hər şeyi, çalışır futbolçuları ön plana verməsin, özü ön planda olsun. Nə qədər tənqid olunsalar da futbolçular günahı öz üzərinə götürməyə çalışan mütəxəssislərdəndir, amma gör indi vəziyyət hara gəlib ki, Qurban Qurbanov deyir ki, Elvin Cəfərquliyev qalmayacaq. Yəni onu da yola salacağam. Ona görə bir dəyişikliyə gedir Qurban Qurbanov, mən belə başa düşürəm. Daha çox əcnəbilərə üstünlük verəcək və çempionluq da əldən gedib indi onu qaytarmaq lazımdır. Çünki 1 il çempionluğun əldən getməsini normal qarşılaya bilərlərsə Qarabağlı azarkeşlər ardıcıl 2-ci il buna qəbullanmayacaqlar. Bunu da Qurban Qurbanov çox gözəl bilir. O bu dəyişikliklər qaçılmaz idi. Bir qan dəyişimi olmalıdır hər 3-5 ildən bir. Bu dünya futbolunda böyük klublarla da bağlı durumlarda belədir. Bu dəfə də Qarabağ yəqin qərar veriblər ki, artıq zamanı çatdı. Bu qan dəyişimi bu periodda olmalıdır. Təşəkkür edirəm. Emin, Sportal TV izləyiciləri, Sportal AZ saytının təsisçisi Emin Abbasovla birgə ölkə futbolunda olan bir neçə mühüm mövzunu müzakirə etdik. Görüşəcəyik yenə hələlik.